Azərbaycan Respublikası reklam haqqında qanunvericiliyə son olan dəyişiklik influencerlərin fəaliyyətindən bağlı məsələləri özündə əks etdirdi. İnfluencerlər bugündən Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyinə əsasən rəqəmsal platforma təsirçiləri adlandırıldı və rəqəmsal platforma təsirçiləri qarşı tərəflə, yəni sahibkarlıq fəaliyyətinə məşğul olan hüquqi şəxslərlə və fərdi qaydada sahibkarlıq fəaliyyətinə məşğul olan şəxslərin, yəni reklam vericilərin əmtələrini reklam elədikləri zaman qarşı tərəfin hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə kodu, əlaqə nömrəsi bu kimi şərtləri mütləq qaydada reklama əlavə eləməlidirlər. Əlavə olaraq, həmin əmtə lisenziyalaşdırılma və sertifikatlaşma tələb eləyirsə, həmin sertifikatın və lisenziyanın nömrəsi də reklam olunan zaman ifadə olunmalıdır. Və yeni bir qadağa qüvvəyə mindi. Rəqəmsal platforma təsirçilərinə nə qadağan olunur? Saxta hesablar yaratmaqla əmtələri reklam eləmək və əlavə olaraq həmin məhsulu özü istifadə etmiş kimi nümayiş etdirmək rəqəmsal platforma təsirçilərinə qadağan olundu.